Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Mən MHM Tədris Mərkəzinin İngilis dili müəllimi Allah Yarova Aygün. Bugün sizlərlə prepositions, yəni söz önlərinə aid olan testlərin izahına baxacağıq. Baxaq testlərimizə. I visited. Keçən dəfə deməli bu mövzu izahını sizə çəkdim və orada da göstərdim ki, visit sözü əgər cümlədə feildirsə, bu zaman heç bir söz önü ilə işlənməyəcək. Amma əgər cümlədə isimdirsə, yəni nitq hissəsi kimi isimdirsə, bu zaman özündən sonra to gələcək. Amma nitq hissəsi kimi feil, yəni cümlənin xəbəridirsə, bu zaman heç bir söz önü ilə işlənməyəcək. I visited. Mən baş çəkdim, mən ziyarət etdim. Burada bax, gördüyümüz kimi cümlənin xəbəridir. Deməli, özündən sonra heç bir söz önü gəlməyəcəkdir. Cavab ya C-dir, ya E variantıdır. My visit, mənim səfərim. Mənim Sidneyə səfərim. Burada isə my visit, mənim səfərim artıq burada isimdir. İsim olduğuna görə özündən sonra mütləq gəlməlidir to. Deməli, heç nə to. Cavabımız olacaq C variantı. Why are you insisting on? Burada on sözünü işlənəcək. Dediyimiz kimi insist sözü on sözünü ilə işlənir. Və yenə də concentrate sözü, burada da diqqətini cəlb etmək, burada on sözünü ilə işlənir. Insisting on, concentrate on. Və əzizlərim, bunu da deyim ki, bu testlər 2022-ci ildən bu yana düşən buraxılış imtahanlarında istifadə olunmuş testlərdən götürülüb, bəzi OTK sınaqlarından götürülüb ki, daha aydın başa düşəsiniz. Don't drive the car this time. The day there is great traffic jam the roads. Yollarda çoxlu tıxac var. Əvvəlcə onu deyək ki, burada on the roads olacaq. Yollarda. After the roads, off yox, with yox, heç nə də yox. Cavab qalır Y variantı, amma yenə də baxaq. Don't drive the car at this time of the day. Günün bu vaxtında maşın sürmə. Günün bu vaxtında. Deməli, of the day olacaq burada. At this time of the day. Cavab olacaq Y variantı. Dördüncü sualımıza baxırıq. Interested sözü dedik nə ilə işlənir? Interested sözü in ilə işlənir. Interested in, maraqlanmaq və at the age of. At the age of 15 yaşında. He became interested in physics at the age of 15. O, fizika ilə 15 yaşında maraqlanmağa başladı. Interested sözü in ilə işlənir. At the age of da yaşında deməkdir. Bu sözünlər ilə işlənir. İndi isə keçək 5-ci sualımıza. Deməli, uşaqlar, burada looklu ifadələr var. Look through nəzərdən keçirmək, look at baxmaq, look for axtarmaq, look after qayğısına qalmaq kimi feillər var ki, daha doğrusu look sözünlər lookun yanına birləşərək müxtəlif məna verir. The next day, work. Between work olmaz. After work, before work, işdən əvvəl, işdən sonra. I went to. I went burada to olacaq. Asanlardan başlayayım ki, sizin üçün də asan olsun tapmaq. I went to. I went niyə? I went in bunlar olmayacaq. I went to the local news agency to look through their old documents. Köhnə sənədləri nəzərdən keçirmək üçün. The next day, növbəti gün. After work, işdən sonra. I went to the local news agency. Mən yerli xəbər agentliyinə getdim. To look their old documents which had been lost during the war. Müharibə zamanı itmiş köhnə sənədləri nəzərdən keçirmək üçün. Cavabımız olacaq A variantı. The next day-in qarşısında heç nə işlənməyəcək. Worry sözü nə ilə işlənir? Worry about-la işlənir. Bunu bilirik. Worry about. Deməli, indi atmosfer, atmosferdə. İndi atmosfer, atmosferdə in bilirik dadə deməkdir, içində mənasını verir. Cavab A variantıdır. Worry-də about-la işlənir. Burada isə 7-ci sualda, bu da OTK sınavından səhv etmişəmsə götürmüşəm. They are swimming. Burada 3 cümlə verilib və bu 3 cümlənin elə bir sözünü seçməliyik ki, üçünə də aid olsun. They are swimming in the river. Onlar çayda üzür. There is a spider in the bathroom.
Hamam otağında. I have read that article in the newspaper. Qəzetdə. Deməli, cavabımız olacaq B variantı. Hər üç cümləyə uyğun gələn sözünü indir. Aha. If the bottle is empty. Əgər butulka boşdursa. Ümumiyyətlə, bəlkə də tərcümə edə bilmirsinizsə də cümləni. Fill it. Fill with sözünü ilə işlənir uşaqlar. Fill with. Nə iləsə doldurmaq. Fill it with water. Onu su ilə doldur. It is not. It is full of. Full sözü də of sözünü ilə işlənir. İki f yox. Bir dənə f ilə. It is full of milk. O südlə doludur. Deməli, burada olacaq with, burada olacaq fill with, full of. Cavab olacaq Y variantı. 9-cu sualımıza baxaq. Wait sözü gözləmək, wait for-la işlənir. Wait for. Bütün bu variantları çıxırıq, qalırıq B və C variantları arasında. Wait for, bus stop, into the bus stop olmaz. Into içərisinə deməkdir. At the bus stop. Biz Steve avtobus dayanacağında gözləyirik. Da də. At the bus stop. Aha. The day tomorrow. Bunu zaman zərflərindən bilirik ki, the day after. The day before yesterday. Yesterday görəndə the day-dən sonra before götürün. The day after tomorrow. Yəni biri gün tərcüməsi biri gün deməkdir. Burada after olacaq. İkinci tərəfdə. Ümumiyyətlə, bütün variantlar çıxdı, tapdım. Belə də ki, busy, to be busy. To be busy, bu da çox asandır. To be busy, with. Nə iləsə məşğul olmaq. Sonra 11-ci testimizə baxaq. Burada nədir? Aha. Deməli, uşaqlar, go home. Bunu da deyim ki, home sözü go home, arrive home, come home. Bu kimi sözlərdə left home heç bir sözünü ilə işlənmir. Yəni, burada go to home demək olmaz. Go to school deyirik. İstiqamət bildirən sözlərin qarşısında bəli, to işlədirik. Amma home olanda burada heç bir sözünü istifadə etməyəcəksiniz. Və bus, avtobus deməkdir, nəqliyyat vasitələridir. Ümumiyyətlə, nəqliyyat vasitələrinin yanında fikir verin, 3 nöqtə və nəqliyyat vasitəsinin adı gəlir. Heç bir təyin edici. E-bus, D-bus, his bus, their bus, school's bus və s. Bunların heç biri yoxdursa, heç bir təyin edici yoxdursa, deməli, bu zaman burada by sözündən istifadə olunacaq. Bütün nəqliyyat vasitələrinə aiddir. Go on foot. Ayaqla getmək, bu da on sözündən istifadə olunacaq. Heç nə, by, on cavabımız olacaq D variantı. Aha, indi bura baxaq. Baxırıq ki, burada e-bus. Artıq bus, yəni nəqliyyat vasitəsinin qarşısında təyin edici var. E-artiklı var. Və yaxud da D artiklı da ola bilər. Hər hansısa başqa yəli əvəzliyi, işarə əvəzliyi də ola bilər. Bu zaman uşaqlar, əgər görürsünüzsə, nəqliyyat vasitəsi, kiçik nəqliyyat vasitəsidir, onun qarşısına inişlədin. Böyük avtobus, qatar, təyyarə kimi böyük nəqliyyat vasitələrinin qarşısında isə 10 işlədin. 10 e-bus olacaq burada. Aha. Deməli, bu isə bu bir ifadədir. On the way to. On the way to school. Məktəbə gedən yolun üstündə. On the way to church. Deməli, kilsəyə gedən yolun üzərində. Deməli, burada olacaq cavabımız B variantı, Y variantı. Bir dəqiqə. Burada olacaq cavabımız Y variantı. On a bus, on the way və to the church. On the way to the church. On the way to school. Bax, bu ifadəni də yadınızda saxlayın. 13-cü sualımıza baxırıq. Insist sözü on sözünü ilə işlənir. Və blame, günahlandırmaq sözü for sözünü ilə işlənir. Blaming me for all his problems. I don't know why he insists on blaming me for all his problems. Dediyimiz kimi insist ondan işlənir. Blame də forla işlənir. Günahlandırmaq deməkdir. Cavabımız olacaq B variantı. Aha. Sit feili oturmaq deməkdir. Sit at the table, stolda oturmaq deməkdir. Burada cümlənin mənasına baxacaqsınız uşaqlar.
In the evening, axşam bu arada in the evening, in the morning, in the afternoon. Amma at night, at midnight, at dawn bunlar ətlə işlənir. Gecə, gecə yarısı, sübh çağı. Amma səhər, günorta, axşam inlə işlənir. Burada bonfire tonqal deməkdir. Tonqalın ətrafında oturdu. Axşam uşaqlar tonqalın ətrafında oturdu and began to speak their adventures və speak about-la, speak to-la da işlənə bilər, about-la da işlənə bilər. Çünki burada about olacaq ona görə ki, öz macəralarına danışdılar, yox. Öz macəraları haqqında danışdılar. Speak to ola bilər. Speak to me, mənə danışdı. Amma burada macəralar haqqında kimə danışdığı obyekti verilməyibsə, nə haqqında danışdığı veriləcək və burada deməli dediyimiz kimi set around olacaq. Tonqalın ətrafında speak about olacaqdır. Və 15-ci, sonuncu sualımız prepositions doğru söz önünü seçməliyik. To be going to ifadəsini biz bilirik. To be going to ifadəsi planlaşdırılmış gələcək zamandır və to be going to ifadəsini bir də ismi yerik halında keçirik uşaqlar. Hansı ki, apostrof S-dən sonra gələn ing hər dəfə elə isim ola bilməz. Bəzən apostrof S-dən sonra deməli ing şəkilcil cümlədə başqa bir xəbər yoxdursa, biz o həmin ing-ni heç vaxt ismi yerik halı götürə bilmərik. Amma cümlədə başqa bir xəbər varsa, artıq həmin o ing ismi yerik halıdır. Və həmin o bölmədə bunu da keçirik ki, apostrof S-dən sonra got varsa, bu has got-dur. Apostrof S-dən sonra fond of varsa, bu to be fond of-dur. To be fond of, bu da bir söz önünə aid bir ifadədir. Və apostrof S-dən sonra going to varsa, bu to be going to ifadəsidir. Yerik hal deyil. Burada da to be going to olacaqdır. Amma business sözü var uşaqlar. Business. Deməli, business, holiday bu sözlər go on business, go on holiday. Yadınızda saxlayın. Bunlar artıq ondan işlənəcək. Və this month, this evening, this year bunların da qarşısında heç bir söz önü işlənmir. Cavab olacaq A variantı. Deməli, to be going to ifadəsi to be going to. I am going to travel London. Mən Londona səyahət etməyi planlaşdırıram. Amma ki, go on business, go on holiday bunlar isə on söz önü ilə işlənir və burada to be going to ifadəsi yox, bu davam edici zamandır. Buna da diqqətli olun, təbii ki, cümlənin tərcüməsindən asılı olaraq. Belə əzizlərim, ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Qarşıdan gələn imtahanlarda hər birinizə uğurlar arzu edirəm.